Sizinlə yenə də Robertsin adlarına bölüşmək istəyirəm. Çox şeyi balacaları aldım. Çünki tez böyüyürlər. Paltarları böyüyür. O giyini artıq çəkmişdim. Demişdim ki, bilmirəm, dərs zakaz edim ya yox, zakaz elədim. Çivaya pavuquna şortiki. Bu da pandası. İsa'da var, İmran'a da zakaz elədim. Belə. Özümə evdə giyinmək üçün belə bir şortik futbolkasını zakaz elədim. Çox münasib qiymətə. İstəyən olsa deyin, linkini atın. Ayana bunu götürdüm. Yəqin ki, bəyənər, özü seçdi. Yəni mən seçmədim, özü seçdi. Bu da şortik koftadır. Şortikdə sayda qara. Belə bir şortikdə evdə giymək üçündür. Tez-tez edirəm ki, uzaq satmasın. İmranla İsa'ya belə bir dəst paltar götürdüm. Bu da çox skitka ilə gedirdi. Demək olar ki, 60%. Bu koftası. Bu da yəqin ki, İsa'nındır. Bu da belə bir sarı kofta. İmranınkidir. İsa'nınki də gələcək. Hələ İsa'nınki gəlməyib. Amma eyni vaxtda zakaz eləmişdim, sifariş eləmişdim. Amma İsa'nınki hələ gəlməyibdir. Bilmirəm niyə. Günlük sifarişlərim bunlar. Zakazı götürəndə fikir verməmişəm. Rənglər. Sifariş verəndə rənglər eyni idi, amma ayrı-ayrı rənglər gəlibdi. Bunu sifariş etmişdim. Yəni bu səhv gəlibdi, bu qaydacaq geri. Təzədən sifariş verəcəm. Çünki dəst rəng olmağını istəyirəm. Fərq çox var. Yəni bu daha belə qız rəngidir. Qızlara giyinmək yaxşıdır. Belə bledna, açıq, belə rozva rəngi oxşur, bej rəng kimi. Yəni oğlana giyindirmək alınmayacaq. Amma bu rəng İsa'nınki yaxşı gəlibdir. Hər sifarişlərdə də bu havadan çıxanda çox sevinirəm. Uşaq kimi. Bunu belə eləyirəm, əsəblərim sakitləşir. Mis var, bilirəm ki, mənim üçün bunu belə edən çox adam var. Sevən çox adam var.